Millət, hər vaxtınız xeyir olsun, hər bir salamlayıram uşaqlar. Bu günləri də maraqlı bir videomuz olacaq. Çünki bu günləri FTMO Challenge hesabından biz çıxarış eləyəcəyik və çıxarışımız gəlib çıxıbmı onu yoxlayacağıq. Bunun hamısı bu videoda olacaq. Ona görə videonu sona qədər izləyirsən dostum və öz şərhini bildirirsən aşağıda. Keçən dəfəki videodan əgər baxmamısansa dostum, əlbəttə ki, keçid alıb baxa bilərsən. Buralarda bir yerdə saxlamışam, həmən bu videodur. Trade elədik, qazandıq və çıxarış elədik. Bu günləri dostlar, həmən situasiyanı göstərəcəm sizə, necə çıxarış eləmişik uşaqlar. Keçən dəfə biz qazandıq, bu dəfə biz çıxarış eləyəcəyik. Yəni çıxarışımız gəlibmi, necə gəlir, necə çıxarış eləmişik, bunların hamısını bu videoda göstərəcəm. Dostlar, hal-hazırda keçək biz monitora, görək monitorda nə var, nə yox. Dostlar, biz monitora keçəndə görürük ki, bizdə burada FTMO hesabımız var. FTMO hesabında bizdə burada Account or River bölməsi var. Bu bölmədə uşaqlar, bizdə akkauntlar olur, hansı ki biz keçmişik, hansı ki bizim əlimizdə var. Hansından ki biz çıxarış eləmişik və yaxud da ki itirmişik. Yəni challenge-ı keçə bilməmişik uşaqlar. Challenge-ı keçə bilmədiyimiz hesablar da buradadır. Keçə bildiyimizlərimiz də buradadır. Yəni uşaqlar, challenge-ı keçə bilməmək sizin uğursuz olmağınız demək deyil. Bu challenge-dir uşaqlar. Challenge-da uğursuz da əməliyyatlar olur. Yəni bu normal bir şeydir. Bugünkü videomuz bu haqda deyil. Bugünkü videomuz sadəcə çıxarışı mən sizə göstərəcəm. Necə olub, nətər olub uşaqlar. Baxaq biz burada hamısı tarixlə yazılır millət. 16 dekabrda biz müraciət eləmişik. Baxaq biz bu hesabdan biz çıxarış eləmişik. Görürsünüz, bu yeni hesab verilib mənə. Mən hələ bu hesabı aktivləşdirməmişəm. Yəni start verməmişəm. Bu hesab mənim akkauntdur. Yəni bu akkauntdan mən pul çəkirəm. Aydın olurmu sizə? Buradan mən qazanıram və pulumu çəkirəm. Burada mən challenge keçmirəm. Burada bu mənim real hesabımdır uşaqlar. 100 minlik hesabdır və bu hesaba biz start verəcəyik. Sadəcə millət, yenə də deyim, yeni il qabağı da o qədər də tələsmirəm. Yəni bu akkauntda mən yeni il qabağı trade eləməyəcəm. Yəni gözləyəcəm ki, mən qoy yeni ildən sonra gəlsin, illik şam açılsın, o yan bu yan açot-uçot, bazar özünə gəlsin ondan sonra. Burada sadəcə yanmamaq üçün ən balaca lotlarla açacağam ki, sadəcə əməliyyat açmışam kimi görünsün və heç bir problem mənim üçün yaşatmasın. Ona görə də uşaqlar, ayın sonuna qədər mən çox ehtiyatla trade eləyəcəm. Yəni demək olar ki, trade eləməyəcəm. Yəni belə deyim mən sizə. Deməli uşaqlar, bizdə burada startdır. Bu startı mən basanda mənə orada login parol veriləcək. Bu dəqiqə mən onu açmıram. Ehtiyac yoxdur. Yəni bunu basanda sizə login şifrə verilir və siz həmin login şifrə ilə öz akkauntunuza Meta5 üzərindən keçid alırsınız və öz işinizi görürsünüz. Burada isə dostlar bizdə görürük ki 16 dekabr 2025-ci il status ended, yəni keçilib və çıxarış olunub. Detallara keçid alaq. Görürsünüz burada çıxarış olunub bizdə. Mən sizə QR kod hal-hazırda göstərəcəm. Həmin QR kodla dostlar baxa bilərsiniz. Yəni bu realdır. Siz QR kodla birbaşa FTMO-ya keçid alacaqsınız və orada mənim adımı və çıxarışımı görəcəksiniz uşaqlar. Bu bizim hesabımız olub. Bu hesabı biz belə keçmişik, çox rahatlıqla keçmişik. Halbuki bundan sonra bazar çox bərbad oldu. Uşaqlar, son aydır, ilin axırıdır və bu normal bir hadisədir. Burada bizdə 80-20-yə reward görürsünüzmü? Claimed 15 dekabr, 16-sı bizdə çıxarış olunub. Bir günə həqiqətən də gəldi həmən bizim məbləğimiz. Profit 3131 və bizə 20% oradan çıxılır. Bizə çatır uşaqlar. Bu bizim hesabımızdır. Burada hər şey yazılır uşaqlar. Baxın, 4 trade günümüz olub. Birinci gün biz 889 dollar qazanmışıq. Həmən video uşaqlar var. Bizim kanalımızda əlbəttə ki, keçid alıb baxa bilərsiniz. 2 dekabr 115 dollar minus oldu. 3 dekabr 23 dollar minus oldu. Bizdə lot sayıları var. Burada lot sayılarını göstərir, burada tradeləri göstərir və uşaqlar 4 dekabr bizdə 2300 dollar profit olub və həmən profiti biz götürmüşük və dayanmışıq, gözləmişik öz çıxarış günümüzü. Yəni bu disiplinli şəkildə uşaqlarım, bu disiplinə mən riayət eləməsəydim, hal-hazırda itirə də bilərdim. Nəyə görə? Çünki uşaqlar ilin axırıdır, risklər böyükdür və bazarda çox qarışıqlıq var hal-hazırda. Qızıl öz yerində döyür, yüzlü GPA yuxarı aşağı getməyə bilinmir. Hərəsi bir yana qalıb. Yəni uşaqlar, ilin axırı gəlir, həqiqətən də bu zamanlar bazar çox çətin olur. Ona görə də fikir verin. Baxın uşaqlar, 4 trade günü olub. Bunların hamısına baxa bilərsiniz. Burada bu heç bu xəbərlərdir. Bunları mən sizə göstərdim uşaqlar. Görürsünüz, bu mənim akkauntum idi. İndi mənə bunun yenisi verilib. Siz elə ki çıxarış elədiniz 14 gündən bir. O akkauntu silirlər, sizə təzədən 100 minlik yeni akkaunt verirlər. Əgər 100 mindən aşağısızsa, sizə heç nə eləmirlər. Elə də qalırsınız 100 mini üstünə keçməlisiniz. Uşaqlar, burada sertifikat bölməsi var. Həmən bu sertifikat bölməsinə keçəcəm mən. Baxın, burada mənim sertifikatlarımdır. Bu sertifikatı mən yəqin ki, Telegramda paylaşaram. Bütün rəsmi linkləri aşağıda saxlamışam millət. Keçid alın bizi Telegram
Instagramda da izləyin. Arada orada da vaxt eləyəndə əməliyyatları paylaşıram. Və uşaqlar, bu sertifikatdır. Burada QR kod var. Həmin bu QR kodu siz öz telefonunuzdan oxudaraq baxa bilərsiniz və həmin bura keçid ala bilərsiniz. Bu bizim ilk çıxarışımız idi. Bu bizim ikinci çıxarışımızdır. İndi inşallah üçüncü çıxarışda görək necə olacaq, nətər olacaq. Əgər bazarda sağ qala bilsək, əlbəttə ki, yenə də çıxarış eləyə biləcəyik. Pozitiv düşünək ki, pozitiv olsun uşaqlar. Burada hədəflər var. $20.000 bu sertifikat veriləcək, $10.000 bu sertifikat veriləcək. Hələ ki mənə elə bir böyük sertifikat düşməyib burada uşaqlar. Baxın, bunların hərəsindən məndə 2 dənə var. 2 dənə bu sertifikat, 2 dənə bu sertifikat. Çıxarış eləmişəm. Bu isə Max hesabında uşaqlar gəlib. Görürsünüz, burada belə bir depozit göstərir. $2.470. Görürsünüzmü yuxarıda? Yəni ki, görünür uşaqlar. Və bu bizə 17:34 saat axşam 6-nın yarısı 17-si gəlib uşaqlar. Bu 17-si gəlib. 15-i biz müraciət eləmişik, 16-sı çıxarış olunub, 17-si pul gəlib oturub hesaba millət. Qazanmaq olur, çıxarış eləmək olur, heç bir problem yoxdur. Əsas olan millət sizin disiplinli olmağınızdır və bu günləri mən bu disiplini öz üzərimdə də gördüm millət. Mən də sizin kimi öyrənirəm, mən də sizin kimi inkişaf eləyirəm. Sadəcə hamı mənim kimi ola bilməz, sən məndən də yaxşı ola bilərsən, məndən də zəif ola bilərsən, sonra gəlib mənə də keçə bilərsən. Yəni sən kimsə kimi olmaq məcburiyyətində deyilsən dostum. Ona görə də çox da özünü sıxma və hərəkət eləməyə davam elə. Bu videonun axırında bir motivasiya vermək istəyirəm ki, uşaqlar baxın, burada bir şərh var, hansı ki dostumuz taksidə işləyir və deyir ki, bu işlə məşğul olmaq üçün bütün gün sən qrafik qabağında oturmalısan və bu ilə məşğul olmalısan ki, buradan nəsə gəlir əldə eləyəsən. Əslində belə deyil. Həmən dostumuza buradan demək istəyirəm ki, dostum, əslində bu Tanrının sənə bir lütfüdür, hansı ki sənin əlində hal-hazırda iş var. Yəni işi olmayan bunu dərd eləsin. Sənin əlində iş var və sənin qazancın varsa, yəni sən artıq özünü dolandıra və ailənə az da olsa kömək eləyə bilirsən və dolandıra bilirsənsə, bu artıq əladır. Tradingi isə sən sadəcə ikinci iş kimi qəbul eləyə bilərsən və swing əməliyyatlarla məşğul ola bilərsən. Baxın uşaqlar, tək taksiyə aid deyil. Əgər siz ofisiant işləyirsinizsə, barmen işləyirsinizsə, hardasa həkimsinizsə və yaxud da ki, bilmirəm, hardasa orqanda işləyirsinizsə və yaxud da ki, fərq eləmir. Yəni sizin başqa işiniz var. Trading elə bir sahədir ki, burada çalışmaq üçün sən işini atmalı deyilsən. Mənim də arada məsəl üçün başqa işlərim olur, başqa imkanlar olur, nə bilim. Hamısından yararlanmağa çalışırıq. Hamısı Tanrının bizə verdiyi bir imkanlardır. Yararlanmaq bizdən asılıdır uşaqlar. Yararlanırıqmı, yararlanmırıqmı, bizə lazımdırmı ümumiyyətlə, bu lazım deyilmi? İş kimi yanaşmaq, ciddi yanaşmaq, yaşamaq, görməyə, göstərməyə, məsəl üçün mən videoları sizin üçün çəkəndə mən daha çox disiplinli oluram uşaqlar, çünki daha çox məsuliyyət hiss edirəm. Ona görə siz də işləri görəndə özünüzə qarşı dürüst olun və özünüzə qarşı ən yaxşı metodikalardan istifadə eləyin. Çünki bu sizsiz, siz özünüzü çox sevməlisiniz və özünüzə qulluq eləməlisiniz uşaqlar. Bu da bir qulluqdur. Çünki sən nəyisə öyrənirsən, sən nəyisə bilirsən və sən inkişaf edirsən. İnkişaf eləmək lazımdır, oxumaq lazımdır. Bu ilk öncə ümumiyyətlə kainatı ayaq üstə saxlayan elmdir, bilikdir. Bunlar hamısı Tanrıdan gəlmə bir xüsusiyyətlərdir, hansı ki bizə də ondan bir pay verib və biz də bunu inkişaf elətdirməliyik millət. İnkişaf eləmək lazımdır, nəyisə öyrənmək lazımdır. Həyatınız boşa keçməməlidir. Pozitiv olmalısınız və heç zaman hansısa bir uğursuz bir şey olanda orada kədərlənmək lazım deyil. Əksinə millət, uğursuz hər bir şey sizin dilinizdə desək, xoşlamıram o sözdən. Siz əksinə oradan təcrübə çıxardırsınız. Özünə o sualı verməlisən ki, mən niyə belə elədim, niyə belə bir şey baş verdi və oradan özünə dərslər çıxartmalısan və özünü öyrənməlisən öz səhvlərinin üzərində. Yəni uşaqlar, belə bir balaca bir motivasiya, yəni dostum, sən taksi işləyərək də trade eləyə bilərsən. Yəni bu mifdir. Binary-də olan dostlar var. Binary çox böyümək olmur orada. Başa düşürsüz? Böyük bazara keçmək lazımdır. Yəni mən bunu hər dəfə sizə deyirəm. Burada da trade eləməyi öyrənin, keçin bura yavaş-yavaş. İndi bu cür imkanlar var. Fon hesablarıdır. $50, $100 siz 10 min hesab götürə bilirsiniz, challenge keçə bilirsiniz. Mən burada heç bir şirkəti reklam eləmirəm uşaqlar. Yəni sadəcə özüm işlədiyim şirkətdir bu. Yəni mənim üçün fərqi yoxdur. Bu dəqiqə sadəcə ən yaxşısı budur həqiqətən də. Yəni özünüz araşdırın. Mən heç nə demirəm. Ona görə də deyirəm ki, uşaqlar, götürün, özünüzü sınayın. Valla elə də bahalı deyil yəni. O baha deyil.
Çünki siz inkişaf edirsiniz, öyrənirsiniz və bu bir sınaqdır, imtahandır. Elə bil ki, siz hansısa bir universitetə, hansı ki sizə heç bir iş verməyəcək, gedirsiniz, minlərlə pul tökürsüz və hansı ki oxuyursunuz və işsiz qalırsınız. Burada uşaqlar, bura elə deyil. Burada məsəl üçün sən öyrənirsən, akademiyalardır. Məsəl üçün biz də sizə öyrədirik, göstəririk, YouTube-da da göstəririk. İndi inşallah həmən bu fon hesabları ilə keçməklə bağlı, ümumiyyətlə Forex-la bağlı tam hazır bir kursumuz hazırlanır. Kurs tam başqa bir formatda olacaq, tam başqa bir community-də, yəni bunların hamısı hazırlanır uşaqlar. Gələn ildən inşallah 2026-dan start eləyəcək. Orada community olacaq, orada sırf Forex-də işləyən, hansısa bir strategiyaları bilən dostlarımız olacaq. Böyük bir deməyəcəm, kiçik bir community, böyük sözü həmişə ağzımızdan çıxır. Kiçik bir community yaradacağıq və o community-nin içindən uşaqlar həqiqətən də bizdə Azərbaycanda çox bilikli, bacarıqlı uşaqlar var, ancaq qalıblar kölgə altında və həmən uşaqları biz öz yanımıza götürəcəyik və bizim yanımızda daha da motivasiya ilə işlər görəcəklər. Yəni belə bir akademiya olacaq bizdə, amma hələ ki uşaqlar çatdıra bilmirəm. Videolar çəkilir, hazırlanır, Zoom üzərində danışıqlar olacaq. Oldu uşaqlar, video düşünürəm ki, sizin üçün faydalı idi millət. Hər şey göz qabağındadır. Ona görə də deyirəm ki, mən bu işi bilirəm, mən bunu görürəm. Burada hələ də öyrənirəm və sizə də bunları öyrətməyə çalışıram. Ona görə uşaqlar, videonu bəyənirik, zəhmət olmasa kanala abunə oluruq. Sosial şəbəkələrdə izləyin. Mən real setapları Instagramda, TikTokda paylaşıram. Real setaplardır uşaqlar. Bu real setapdır. Yəni belə bir setapları əldə eləmək çox çətindir uşaqlar. O siz 30 saniyə baxdığınız video mənim üçün hardasa bir də görürsüz 6 saata, bir də görürsüz 5 saata, yəni əmələ gəlir, yəni çəkilir, o ekran kaydı gedir, telefon onun üçün zanit olur. Nəyə görə uşaqlar? Siz baxasınız, faydalanasınız, real setapları görəsiniz. Bu hansısa bir trading view deyil, simulyator qoşulsun və orada hazır setap sizə göstərilsin. Bu real MetaTrader 5-dir. Hansı ki siz də götürə bilərsiniz və bunu öyrənə bilərsiniz millət. Yəni mən sizə burada belə bir motivasiya verirəm və bunun real bir iş olduğunu sizə çatdırıram. Hansı ki siz də gözünüzlə görürsünüz ki, həqiqətən də bu adam buradan çıxarış eləyir. Mən sizə bu dəqiqə Ferrari və yaxud da ki başqa bir şey göstərmirəm. Mən sizə real olaraq necə yaşamaq olar, qazanmaq olar və az-az inkişaf eləməyi göstərirəm uşaqlar. Çox da elə bəzək-düzəyə qaçmayın. Bəzək-düzək sizin ürəyinizdə olsun əsas uşaqlar. İnkişaf eləyin və öyrənin. Oxumaq, yenə də oxumaq. Həqiqətən də sizi ancaq inkişaf elətdirən şey öyrənmək olacaq. Oldu millət, hər birinizə uğur və nailiyyətlər və bolca keş. Nə sualınız varsa Instagramda verirsiniz və şərhlərinizi aşağıda bildirirsiniz. Hələlik uşaqlar, önünüzdən müğayət olun, növbəti videoda görüşərik.